funksiyalar və qrafiklər bölməsindən 3-cü bölməyə baxırıq deyəcəm. Funksiyalar və qrafiklər mövzusundan 3-cü bölmədəyik. Səhv etmirəmsə. Deməli, baxaq 3-cü bölməyə. Şəkildəki funksiyanın qrafiki təsvir edilmişdir və bu qrafikə nəzərən biz də istəyirik ki, tapaq görək konkret olaraq hansıdır. Modul X-in qrafiki V şəklindədir, kökaltı X-in qrafiki isə bu şəkildədir. Yəni, buna uyğun olaraq belədir də. Bu şəkildədir. Buna uyğun olaraq sağa sola sürüşdürülə bilir və bu da üzü aşağı, üzü yuxarı belə sürüşdürülə bilir. Digəri də həmçinin. Yəni, eynən parabola kimidir. Biz bunu sağa, sola, yuxarı, aşağı sürüşdürə bilirik və qarşısındakı işarədən asılı olaraq. Deməli, mən baxıram ki, burada məndə 2 dənə nöqtə var. Birinci nöqtənin x-i var. Yəni, -1-dir, 0. Və y-i kəsən nöqtəyə baxıram. Adətin üzərində olan, oxların üzərində olan nöqtələri daha rahatlıqla tapa bilərsiniz. Bu nöqtənin də y-i 1-dir, x-i isə 0-dır. Yəni, 0,1-dir. Deməli, mən funksiyada yerinə -1 qoysam, cavab 0 alacağım. A deyil, S deyil, E deyil. -1 qoysam, cavab 0 alacağım. B variantıdır. Və yaxud da x-in yerinə 0 qoysam, cavab 1 alacağım. Yenə B variantıdır. Sonra digərinə baxıram. Deməli, digərinə baxanda görürəm ki, burada məndə bir neçə nöqtə var. Deməli, birinci nöqtəm budur ki, x-i 2-dir. Yəni, x-in yerinə 2 qoyanda cavab 0 alınmalıdır. X-in yerinə 2 qoyanda cavab 0 alınmalıdır. Elə C variantı. Və yaxud da bu nöqtəyə də baxa bilərsiniz. X-in yerinə 6 qoyanda 6 çıxış 2, 4, kökdə 4. Bu da bizə 2-ni verir. Yəni, sizin təsdiqləməyiniz üçün burada bir neçə nöqtə var. Qiymətlər çoxluğunu bizdən soruşur. Qiymətlər çoxluğu nədir? Qiymətlər çoxluğu x-in aldığı qiymətlərdir və biz qiymətlər çoxluğuna baxanda deməli, ümumiyyətlə kökaltı funksiyası, əgər sadə bir funksiyadırsa, kökaltı funksiyası, biz burada x-in yerinə hər şey qoya bilmirik. Ümumiyyətlə, kökaltı funksiyası, gəlin konkret sadə versiyada belə deyək də, kökaltı funksiyası mütləq 0-dan böyük qiymətlər almalıdır. Ona görə 0 müsbət sonsuzluq. Qiymətlər çoxluğu deyəndə bizə deyir ki, y nələri ala bilir? Sən də deyirsən ki, 0-dan müsbət sonsuzluğa hər şeyi ala bilir. Bəli, belədir. Hə. Sonra dördüncüdə bax, burada qrafikdə də baxa bilərsiniz. 0-dan müsbət sonsuzluğa alır. Bayaqkında da 0-dan müsbət sonsuzluğa alırdı. Sonra digərində 3x bizdən təyin oblasını soruşur. Təyin oblasını soruşursa, bu deməkdir ki, biz x-in yerinə nə qoya bilərik? Sən də deyirsən ki, mütləq kök altının içərisi mütləq 0-dan böyük olmalıdır. Onda 3 çıxılsın x 0-dan böyük olmalıdır. X keçir sağa, olur x kiçik bərabər 3. Yəni, x 3-dən kiçikdir. X 3-dən kiçikdir. Yəni, mənfi sonsuzluqdan 3-ə qədər bizdə hər şey ala biləcək. Ala biləcək deyəndə ki, yerinə qoya bilərik. Mənfi sonsuzluqdan 3-ə qədər hər şey yerinə qoya bilərik. Ümumiyyətlə, sırf bu mövzuda əgər probleminiz varsa, funksiya qrafiklərdə kanalımda var. Rəydə yazın, mən sizə linkini göndərim. Funksiya qrafiklər mövzusunu mən çox qəşəng izah eləmişəm. Orada bütün qrafik funksiya çeşidlərini belə deyək də, bütün funksiya tiplərinə toxunmuşam və izah eləmişəm. İndi nöqtələrə baxıram. Birinci nöqtə budur. Yəni, biz koordinat başlanğıcına keçir qrafikimiz. İkinci nöqtə budur. X-in yerinə -2 qoyanda cavab 2 alır. X-in yerinə -2 qoyanda cavab 2 alır. Və ikinci halda da X-in yerinə 2 qoyanda cavab 2 alır. Dedi ki, V-də modulun qrafikidir. Çünki bəzən başqalarında da həmən şey ola bilir. 2 dənə konkret nöqtədə də şagird çaşır, deyir ki, hə, burada cavab budur. O da düz gəlmir. Deməli, məndə dedi ki, bu modulun qrafikidir və C variantı 0-da 0 alır, -2-də 2 alır və 2-də də 2 alır. Funksiyasının deyir ki, ən kiçik qiymətini tapın. Funksiyasının ən kiçik qiymətini tapın. Modulda x çıxılsın 1, çıxılsın 2. Biz bunun ən kiçik qiymətini tapmaq istəyiriksə, deməli, burada modul olan hissəni dondu. Burada modul olan hissəni 0-a çevirməliyim. Mən bu arada burada videom yüklənib. Amma bu niyə donur? Mən onu bilmirəm. Deməli, dedi ki, burada modul olan hissəni biz 0-a çevirməliyik. Bir dəqiqə gözləyim. Çox hızlı.
Deməli, modulda x çıxılsın 1, çıxılsın 2. Biz dedik ki, burada modul olan hissəni sıfıra çevirməliyik. Modul olan hissə nə vaxt sıfıra çevrilir? 1 olanda sıfıra çevrilir. Yəni, x bərabərdir 1. Bura gedir sıfıra və cavab alınır -2. Bu deməkdir ki, bizim qrafikimiz x-i 1, y-ı da -2 olan nöqtənin üstündə dayanır. Modulun qarşısının işarəsi müsbətdir. Ona görə bizim qrafikində qolları olacaq yuxarı belə. İndi bizə deyir ki, funksiyanın ən kiçik qiyməti, funksiyanın ən kiçik qiyməti bizdə -2-dir. Yəni, y-ın aldığı ən kiçik qiymət -2-dir. Bu, eynən parabolaya oxşuyur. Yəni, parabolada kimidir? Siz təpə nöqtəsini tapırsınız. Təpə nöqtəsini tapandan sonra baxırsınız ki, bu ən kiçik nədir, ən böyük nədir? Funksiyanın ən kiçik qiymətini deyir tap. X çıxılsın 2, çıxılsın 1. Bizdə burada Bizdə deməli burada biz dedik ki, modul hissə mütləq sıfıra çevrilməlidir. Modul hissənin sıfıra çevrilməsi üçün x 2 olmalıdır. X 2 olmalıdır. Y bərabərdir. Bunu sıfıra çevirdim. Cavabda nə aldı? -1. Y da aldı -1. Deməli bunun təpə nöqtəsi 0 -1-dir. 2 -1-dir. 2 burada, -1 də burada. Yəni bunun üstündə qrafikində qolları yuxarıdır. Çünki modulun qarşısı nədir? Müsbətdir bizdə. 2 -1-dir və bizdə funksiyanın deyir ən kiçik qiyməti nədir? Biz onu da y-a baxırdıq da. Ən kiçik qiymət deyəndə y-a baxırdıq. Və o da bərabərdir -1. Desək ki, ən kiçik qiyməti harda alır? Deyəsən onda 2-də. Funksiyasının qrafikidir. Funksiyanın qrafiki bizdə modul funksiyası V şəklində olmalıdır. Bu olmaz, bu olmaz və bu olmaz. Ya odur, ya odur. İndi arxasıca baxaq digər məsələyə. Deməli, modulda x üstə gəlir 2, çıxılsın 1. Yenə biz mütləq sıfıra çevirdiyi qiymətə baxmalıyıq. Modulu sıfıra çevirən qiymət -2-dir. Deməli, bunun x-i -2-dir. O zaman y-ı da bura getdi sıfıra, cavabı aldı -1. -2, -1 olur B variantı. -2, -1 olacaq bu nöqtə. 9-cu suala baxırıq. Funksiyasının təyin oblastını bizdən soruşur. Deməli, mən 2 dənə burada ayrı kök görürəm. Nə qədər olur olsun, biz bilirik ki, kök altı ifadə sıfırdan böyük olmalıdır və kök altı ifadə sıfırdan böyük olmalıdır. Eyni x-dir deyə şərti məcburdur ödəsin. İndi x keçir sağ tərəfə, olur 1 böyük bərabərdir x, yerini dəyişsəm olur x böyük bərabərdir 1. Yəni, belə dəyişdim, fərq eləmir də, bunun güzgü əksi dəyişdim. Digərində x böyük bərabərdir 1 keçir sağa olur 1. Bu deməkdir ki, bizdə nəzarət az qalıb deyəsən. Bu deməkdir ki, bizdə 1-dən böyükdür. Deməli, bu adam deyir ki, 1-dən kiçikdir. Bu adam deyir ki, 1-dən böyükdür. Uzlaşmırlar deyil, bizdə sadəcə x bərabərdir 1 qiymətində uzlaşırlar. Baxırıq digər misala. Y bərabərdir 3 çıxılsın 1, x çıxılsın 2. Bizə deyir ki, təyin oblastını tapın. Yəni, məndən təyin oblastı deyəndə x-in yerinə nə qoya bilərəm, onu soruşur. Biz bilirik ki, p-nin qiyməti 3,14-dür. 3-dan 3,14 çıxanda bura bizdə verəcək mənfi. Deməli, bura məndə verdi mənfi. Mən baxıram ki, belə yazaq da, bizdə ümumiyyətlə kök altı ifadələri həll edəndə bunu hansı şəklində yaza bilərik? Mənfi x çıxılsın 2, mənfi x çıxılsın 2. Kök altı ifadə nə olmalıdır? Böyük bərabərdir 0 olmalıdır. Kökü atırmaq lazım deyil. Kökün altındakı ifadə böyük bərabərdir. X çıxılsın 2. Mənfi təsir eləyib olur kiçik bərabərdir 0. X kiçik bərabərdir 2 də keçir sağa olur 2. Bu deməkdir ki, mən x-in yerinə mənfi sonsuzluqdan 2-yə hər şeyi qoya bilərəm. Yəni, siz yuxarı ya aşağıda hesablaya biləcəyiniz hissənin mənfi müsbətliyini araşdırırsınız. Aşağı da ona uyğun mənfi olmalıdır ki, mənfilər ixtisar getsin, kök altında müsbət qalsın. Baxırıq 11-ci suala. 11-ci sualda yenə 2x çıxılsın 8, burada da pi çıxılsın 3 kök altında. Mən baxıram ki, pi-nin qiyməti 3,14-dür. 3,14-dən 3 çıxanda eləyir müsbət 0,14. Bura müsbətdir və məndə kök altı ifadə də 0-dan böyük olmalıdır. 2x çıxılsın 8 böyük bərabərdir 0. 2x böyük bərabərdir 8. X da böyük bərabərdir 8-i 2-yə bölürəm. Olur 4. Deməli, məndə olur 4-dən müsbət sonsuzluğa variantı.
Bizdən ekstremum nöqtəsini soruşur. Ekstremum nöqtəsini soruşmaq o deməkdir ki, biz ifadəni sıfıra bərabər eləməliyik. 2x üstəgələ 10 bərabərdir 0. Deməli, 2x bərabərdir -10, x da bərabərdir -5. Ekstremumu soruşsaydı bu y-ın qiymətindən söhbət gedir. Amma ekstremum nöqtəsini soruşursa bizdə x-ın qiymətindən söhbət gedir. 13-cü suala, 13-dəyin. 13-cü sual. Deməli, 13-cü sualda biz yenə yuxarını araşdırmalıyıq ki, bura mənfidir, müsbətdirmi? Ona uyğun aşağını təyin edəcəyik. Təyin oblasti dediyi üçün mütləq kök altının içərisinə baxmalıyıq. Yəni, kök altının içərisi 5 çıxılsın kök altında 26. 2x çıxılsın 9, böyük bərabərdir 0 olmalıdır. Yaxşı, bəs biz yuxarını təyin edə bilirik ki, bu mənfidir, müsbətdir. Buna baxaq. 5 kök altında 25-dir. Kök altında 25-dən kök altında 26 çıxanda olur mənfi. Deməli, yuxarı bizdə mənfidir. Mən hər tərəfi mənfiyə bölsəm, onda 2x çıxaq 9 kiçik bərabərdir 0 olmalıdır. Bu mənfini mən buradan aparıram, mənfini aparıram. Onda sağ tərəfi də mənfiyə böldüyüm üçün bərabərsizlik işarəsini dəyişir. Arxasıca 2x kiçik bərabərdir 9 keçir sağa, x kiçik bərabərdir 9-u 2-yə bölürəm, olur 4,5 deməli olmalıdır mənfi sonsuzluqdan 4,5-ə qədər. Mənfi sonsuzluqdan 4,5-ə qədər doğru cavab olacaq B variantı. Məsələn, bu variant ola bilər ki, ağlınızda qala bilər. Eynən, bəzən çaşqınlıq olur da. Siz götürün, əlavə bir mənfi qiymət qoyun. Məsələn, mənfi 10 qoyun. Tutaq ki də, sıfırdan kiçik mənfi 10 qoyun. Yuxarı mənfidir, aşağı da 2 vuraq mənfi 10, mənfi 20, o da mənfi 29. Mənfi, yenə bizdə kök altı hissə olacaq. Müsbət. Funksiyasının qrafiki koordinat başlanğıcından keçər. Funksiyanın qrafikinin koordinat başlanğıcından keçmək üçün bunun mütləq x-i də 0 olmalıdır, y-i də 0 olmalıdır. Mən x-in yerinə qoyuram 0. Burada kök kvadratdan çıxır, olur. Modulda a-nın kvadratı çıxılsın 9, üstə gəlir a-nın kvadratı çıxılsın 9 bərabərdir 0. Bir daha deyirəm. Deməli, mən x-in yerinə qoydum 0, bura getdi. Köklə kvadrat gedəndə biz mütləq kök altında olan ifadəni kökdən çıxaranda modulda çıxarmalıyıq. Mən də bunu modulda çıxarmışam. Sonra baxıram nəyə? Mən bir dəfə düşünürəm ki, a kvadratı çıxılsın 9 müsbət ifadədir. A kvadratı çıxılsın 9 müsbət ifadədirsə, o zaman moduldan olduğu kimi çıxır. A kvadratı çıxaq 9, üstə gəlir a kvadratı çıxaq 9 bərabərdir 0. Sonrasında 2 dənə a kvadratı çıxılsın 18 bərabərdir 0. A kvadratı 2 dənə a kvadratı bərabərdir 18. A kvadratı bərabərdir 9. A-nın qiyməti nə? Gələm sağ. A bir dəfə 3 olur. A bir dəfə mənfi 3 olur. A bir dəfə 3 olur, bir dəfə mənfi 3 olur. Baxaq görək buranı ödəyirmi bizdə? Yəni mənfi 3, 3 şərti ödəyirmi? Mənfi 3, 3 bizdə bu şərti ödəyir. Mənfi 3 qoyanda da 3 qoyanda da cavab 0 olur. Sonra ikinci hala baxaq. İkinci halda da bizdə bu modul olan hissə, bura baxırıq da. İkinci halda da bizdə bu modul olan hissə mənfi ola bilər. Yəni ola bilər ki, a kvadratı çıxılsın 9 kiçik bərabərdir 0 olsun. Kiçik bərabərdir 0 olsun. Əgər kiçik bərabərdir 0-dırsa, moduldan yerin dəyişir çıxır. 9 çıxaq a kvadratı, üstə gəlir a kvadratı çıxılsın 9 bərabərdir 0. Və bizdə də burada a kvadratlar gedir, 9-dan gedir, olur 0 bərabərdir 0. Budur ki, kök altından çıxan ədəd, yəni a kvadratı çıxaq 9, bizdə həm müsbət ola bilər, yəni həm bu ödəyir, həm də mənfi ola bilər, yəni həm də bu ödəyir. Bu da ödəyir, bu da ödəyir. İkisi də ödədiyi üçün bizdə ifadənin nəticəsi də ödəyəcək. Yəni a bərabərdir 3 ilə a bərabərdir mənfi 3 ödəyir. Baxın aşağıda. Deməli, bizdə a bərabərdir 3 ödəyir. A bərabərdir mənfi 3 ödəyir. Modelin qabağındadır. Sonra bir də arxasıca da a kvadratı çıxaq 9-un şərti də ödəyir. Yəni bu bərabərsizlikdə ödəyəcək. A kvadratı çıxaq 9 kiçik bərabərdir 0. Bu da ödəyir. Sonra baxıram bura.
Deməli, bizdə A bərabərdir 3 ödədir, A bərabərdir -3 ödədir. Bir də bu bərabərsizliyi dedik həll eləmək lazımdır. Deməli, bu bərabərsizliyin kökləri -3 ilə 3-dür. Deməli, bizdə baxaq görək nələr mənfi olur, nələr müsbət. 4 qoyanda olur müsbət. -3 ilə 3 arasında qiymət qoyanda olur mənfi. -3-dən kiçik qiymətlər qoyanda da olur müsbət. Burada müsbət olur. Bizdən sıfırdan kiçik qiymətlər lazımdır. Yəni ödəyəcək bura. Plus -3 ilə 3 də daxildir. Yəni əlavə olaraq -3 ilə 3 daxildir. Bizə deyək ki, indi neçə tam qiymətində olacaq -3, -2, -1, 0, 1, 2, 3. 3, 6, 1, 7 tam qiymətində. Baxırıq 15-ci suala. 15-ci sualda da 14-dəki kimi şərt qoyub həll eləməlisiniz. Deməli, yazırıq 15-də. Bizdə verib bərabərsizliyi, deməli, funksiyanı verib. Deyir ki, neçə tam qiymətində funksiyanın koordinat başlanğıcından keçər. Koordinat başlanğıcından keçər, yəni 0-da 0 almalıdır. Mən x-in yerinə 0 qoysam, bura gedir. Olur 0 bərabərdir. Deməli, bizdə 0 almalıdır. Kök altında a-nın kvadratı çıxılsın 16-nın kvadratı. Üstə gəlir a-nın kvadratı çıxılsın 16. Biz bilirik ki, kökdən ədədi çıxardanda mütləq modulda yazmalıyıq. A-nın kvadratı çıxılsın 16. Üstə gəlir a-nın kvadratı çıxılsın 16 bərabərdir 0 oldu. Bu moduldadır. Biz burada 2 dənə şərt verə bilərik. Birinci şərt odur ki, bizdə a-nın kvadratı deməli, modulun içərisi müsbətdir. Böyük bərabərdir 0-dır, müsbətdir. Həll eləsək, moduldan olduğu kimi çıxacaq. A-nın kvadratı çıxılsın 16. Üstə gəlir a-nın kvadratı çıxılsın 16 bərabərdir 0. 2 dənə a-nın kvadratı çıxılsın 32 bərabərdir 0. 2 dənə a-nın kvadratı bərabərdir 32. A-nın kvadratı bərabərdir 16. O zaman a da bərabər olur plus minus 4. Bizdə aldığımız a plus minus 4 qiyməti bu aralığa daxildirmi? Yəni ödürmü? Bəli, ödür. Deməli, bizdə birinci tapdığımız oldu bu. İkinci halda bizdə modulun içərisi, yəni a-nın kvadratı çıxılsın 16, deməli, kiçik bərabərdir 0 ola bilər. Yerinə qoyub yazsaq, olacaq a-nın kvadratı modul əgər mənfidirsə, yerini dəyişib çıxacaq 16 çıxılsın a-nın kvadratı. A-nın kvadratı çıxılsın 16 bərabər 0. Bunu tamamını yazıram. Bizdə a-nın kvadratları islah olunur, 16 islah olunur, qalır 0 bərabərdir 0. 0 bərabərdir 0 doğru bərabərlik olduğu üçün, deməli bizdə bu da ödür. Deməli, biz danışdıq ki, a kvadratı çıxılsın 16 bir sıfırdan böyük ola bilər və ya sıfırdan kiçik ola bilər. Yəni, ya o olar, ya da bu olar. Deməli, bizdə nəticələr də olacaq. Nəticə bu olacaq. Nəticə bu olacaq. Yəni, birinci nəticə olacaq a plus minus 4. İkinci nəticədə olacaq a kvadratı çıxılsın 16 kiçik bərabərdir 0. Yəni, burada da kökləri -4 ilə 4-dür. -4 ilə 4. -4 ilə 4. 4-dən böyük qiymət alanda olur müsbət. -4 ilə 4 arasında olur mənfi. -4-dən kiçik qiymət olur da müsbət. Bizdən kiçik sıfırları soruşduğu üçün, yəni mənfi qiymətləri soruşduğu üçün olacaq -4 ilə 4 arasında. Bizə -4 ilə 4 də bu şərti ödəyir. Deməli, olacaq -4 ilə 4 arasında. Qiymətlər olacaq -4, -3, -2, -1, 0, 1, 2, 3, 4. Yəni 4, 4, 8, 9 dənə qiymət ödəyir. Baxırıq 16-cı suala. Deməli, hər birinin cüt funksiyadır, azalan funksiyadır. Baxaq hər birinin qiymətlərinə. Hər birinin qiymətlərinə baxaq. Birincidə x plus 4 təyin oblasti dediyi üçün biz bilirik ki, sıfırdan böyük olmalıdır kökün içərisi. O zaman x -4-dən böyük olmalıdır. Yəni olacaq -4-dən müsbət sonsuzluğa.
Yəni birinciyə uyğun gələcək A variantı. Sonra ikincidə x minus 3 böyük bərabər 0 olmalıdır. Yəni kökün içərisi 0-dan böyük olmalıdır və 0-dan böyük olmalıdır və x də böyük bərabərdir 3 olmalıdır. Yəni olacaq 3-dən müsbət sonsuzluğa, yəni ikinciyə də uyğun olacaq B variantı. Üçüncüdə isə yenə böyük bərabərdə 0 olmalıdır və x böyük bərabərdə 4 olmalıdır. Yəni 4-dən müsbət sonsuzluğa olacaq. Bizdə o zaman təyin oblastı da olacaq 4-dən müsbət sonsuzluğa. Əlavədən kök altı funksiyası birincidə belədir, artandır. İkincidə belədir. Üçüncüdə qarşısında mənfi olduğu üçün funksiya tərs olacaq, yəni belə olacaq. Yəni nə edəcək? Aşağıya doğru azalan funksiyadır. B variantı. Burada heç biri də cüt funksiyaya deyil. Cüt funksiya odur ki, funksiyanın istənilən dəyişənində nə alırsa, funksiyanın həmin dəyişənin əksində də mənfi fx alsın. Amma yəni burada belə bir variant yoxdur. Burada səhv dedim. Cüt funksiyada müsbət olmalıdır. Yəni müsbət qoyanda da, mənfi qoyanda da nəticə eyni fx-i almalıdır. Ona görə bu funksiyalar nə cüt funksiyadır, nə də tək funksiyadır. Yəni A-nı heç birinə aid eləmir. Baxırıq 17-ci suala. Deməli, birincidə təyin oblastı deyir bizə. Deməli, mütləq kök altı ifadə böyük bərabərdir 0 olmalıdır. X böyük bərabərdir mənfi 3 olmalıdır. Yəni bizdə təyin oblastı olacaq. Mənfi 3-dən müsbət sonsuzluğa. Təyin oblastı deyəndə biz x-i düşünürük. X-in yerinə nələr qoyula bilər? İkincidə x çıxılsın 2. Yenə təyin oblastını tapıram. Çünki mən baxmalıyam ki, x-in yerinə nələri qoya bilərəm. 2 müsbət sonsuzluq. Burada da olacaq D variantı. Üçüncüdə isə x çıxılsın 3 böyük bərabərdir 0-dır və x böyük bərabərdir 3-dür. Yəni burada da olacaq 3-dən müsbət sonsuzluğa. Bunda da olacaq B variantı. Artan funksiyadır. Mənfi olduğu üçün bu funksiya azalandır. Mənfi olduğu üçün ikinci funksiya da azalandır. Kök altın qarşısı müsbət olduğu üçün üçüncü funksiya artandır. Ona görə üçüncü olacaq E variantı. Baxırıq bura. Deməli 18-də funksiyalarının sıfırları verilmişdir. QM hasilini soruşur. Deməli mən baxıram x kvadratı çıxılsın üstə gələ px üstə gələ q. Y bərabərdir x kvadratı üstə gələ px üstə gələ q verilir bizə. Bizdə sıfırları 4 ilə 2-dir. Sıfırları o deməkdir ki, bir dəfə x-in yerinə 4 qoyanda, bir dəfə də x-in yerinə 2 qoyanda cavab 0 verməlidir. 4 qoyuram. 4-ün kvadratı 16 üstə gələ 4p üstə gələ q bərabərdir 0. Digərində də 2-nin kvadratı 4 üstə gələ 2p üstə gələ q bərabərdir 0. Gəlin birinci bunu sadələşdirək. Tərəf-tərəfə çıxaq. 16-dan 4 çıxıram, 12. 4p-dən 2p çıxıram, qalır 2p. Q-lər gedir məndə. Bərabərdir 0. 2p bərabərdir 12 keçir sağa olur mənfi 12. P də bərabər olur mənfi 6-ya. P mənfi 6 oldu. P mənfi 6 oldu. İkinci tənlikdə yerinə qoyuram. 4 plus 2 vurulsun mənfi 6. Üstə gələ Q bərabərdir 0. 4, 2-ni 6-ya vuranda 12, üstə gələ Q bərabərdir 0. Q bərabərdir 4-dən 12 çıxıram, mənfi 8, sağa keçir olur 8. Deməli bizdə P mənfi 6-dır. Ondan sonra Q bərabərdir 8-dir. İndi gəlirik M-N-ə. Funksiyanın sıfırları. İkincidə isə funksiyanın sıfırları buradadır. 2 ilə mənfi 5-dir. 2 ilə mənfi 5 yazıram. Deməli, modulda x çıxılsın m, üstə gələk m, 2 mənfi 5 sıfırları. Bu demək ki, mən x-in yerinə bir dəfə 2 qoysam, x-in yerinə bir dəfə mənfi 5 qoysam, məndə cavab 0 verməlidir. Mən də götürüb yerinə qoyuram. Yazıram deməli, modulda 2 çıxılsın m, üstə gələ n bərabərdir 0. Digərində də mənfi 5 çıxılsın m, üstə gələ n bərabərdir 0. İndi biz bunu neyiniyək? Biz bunu ən yaxşı tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə çıxsam, olacaq 2 çıxılsın m, çıxılsın modulda mənfi 5 çıxılsın m. Bizdə n-lər islah oldu, bərabərdir 0.
İndi deməli burada hal var. Birinci hal odur ki, hər ikisi 0 olsun. Yəni bir dəfə 2 çıxılsın m 0 olar. Bir dəfə -5 çıxılsın m 0 olar. Burada m olar 2, burada m olar -5. Bir misalda m həm 2, həm -5 ola bilməz. Deməli, birinci şərt ödəmir. İkinci şərt də odur ki, bizdə deməli, fərqləri bərabər olduğu üçün, gəlin hətta bunu belə yazaq da. Belə yazaq. Keçirdim bunu sağ tərəfə. Olsun modulda 2 çıxılsın m çıxılsın. Modul bərabərdir. Modulda -5 çıxılsın m. Deməli 2 çıxılsın m -5. Deməli bir dəfə mən m-i bayaq yazdığım kimi də olur. Mən hər ikisini müsbət götürə bilmərəm. İndi mən burada aralıqlar verməliyəm. Çünki aralıqlar verməmiş yaza bilmərəm. Baxaq bir dənə. Deməli bizdə -5. Hətta bunu sıfıra çevirən qiymət 5-dir. Bunu sıfıra çevirən qiymət 2-dir. Deməli bir tərəfdə 2, bir tərəfdə 5. Bir tərəfdə 2, bir tərəfdə 5. Deməli bir dəfə mən m-ə 2-dən kiçik qiymət verirəm. 2-dən kiçik qiymət verəndə, məsələn 1 verəndə və 1 verəndə. 2-dən kiçik qiymət verəndə. Bura -5 olmalıdır. Çünki, gəlin bir də deyim. Bax, mən interval çəkirəm. Mütləq buna şərt verməliyəm. Burada sıfıra çevirən qiymət 2-dir. Burada sıfıra çevirən qiymət -5-dir. Deməli, bir tərəfdə -5, bir tərəfdə 2. Mən bir dəfə -5-dən kiçik qiymət verirəm. Buranı verirəm. Yəni, m kiçik bərabərdir -5. -5-dən kiçik qiymət hansıdır? -5-dən kiçik qiymət budur. Məsələn, -6 verirəm, -6 verirəm. Birinci modul olur müsbət 2 çıxılsın m, -5, 6. İkinci modul olur müsbət -5 çıxılsın müsbət olduğu üçün ifadə. Burada m-lər islah olunur, 2 bərabər olur -5-ə. Bu boş çoxluq. Yəni bu şərt ödəmədi. Sonra ikinci şərtdə -5-dən 2 arasında qiymət qoyuram. Deməli, yazıram. Mütləq siz də bərabərsizlik həll edəndə şərt qoymalısınız. Şərt qoymasanız o olmaz. -5-dən 2 arasında məsələn 0 qoyuram. Deməli, 0 qoyuram. Yazıram. Bura bir dəfə 0 qoyuram, olur müsbət. Bura bir dəfə 0 qoyuram, olur mənfi. Deməli, birinci müsbət olduğu kimi çıxardıram. İkinci mənfi olduğu üçün qarşısına mənfi verib çıxardıram. Mənfi verəndə olur 5 üstəgələ m. İndi mənfi m keçir bunun yanına toplanır olur 2m. 5 də keçir bunun yanına 2 çıxaq 5 -3. M bərabərdir -1,5. M -1,5 tapdım. O -1,5 bu aralığa düşürmü? Düşür. Deməli bizdə m bərabərdir -1,5-dir. Bu ödədi. İndi üçüncü halda da 2-dən böyük qiymət qoyaq. Görək burada da nəsə ödəyirmi? 2-dən böyük qiymət qoyuram. M böyük bərabərdir 2 olanda, məsələn 6 olanda, 6 olanda. İkinci olur mənfi, birinci də olur mənfi. Yerin dəyişir olur m çıxaq 2. Burada da qarşısına mənfi verib çıxardıram. İşarəsini dəyişir olur 5 üstəgələ m. Deyə bilərsiniz, niyə burada yerin dəyişdim? Burada qarşısına mənfi verdim. Zaten qarşısına mənfi vermək elə onun yerin dəyişməkdir. Yəni istəyəndə yerin dəyişib yazsan, istəyəndə qarşısına mənfi fərqdə belə deyək də, fərqdə yerin dəyişirsən. Amma mənfi müsbət olanda qarşısına mənfi verirsən. Burada m-lər islah olunur. Burada da -2 bərabərdir 5 olur. -2 5-ə bərabər olmaz. Bu şərti ödəmədi. Deməli, məndə m-in qiyməti -1,5-dir. Q-nun qiymətini də tapmışdım. Q-nun qiymətini də 8 tapmışdım. Q bərabərdir. Bizə QM hasilini soruşur. -1,5-i 8-ə vuranda 8, 4, 12. İkisinin hasili bərabər olur -12. Baxıraq 19-cu suala. 19 da 18 kimidir. Əgər 18-i atıb 19-u yazmısınızsa təzədən izahına baxın.
Deməli, məndə x kvadratı plus bx var. X kvadratı plus px üstə gələ q bərabərdir 0. Yəni sıfırlarıdır. Mən ona görə sıfıra bərabərlədim. Bu dairənin içərisində bizdə ödəyən həm 6-dır, həm -3-dür. Yəni bir dəfə yerinə 6 qoyuram. X bərabərdir 6. Bir dəfə x-in yerinə -3 qoyuram. Hesablayıram. 6-nın kvadratı 36 üstə gələ 6p üstə gələ q bərabərdir 0. Q bərabərdir 0. Bir dəfə də -3 qoyuram. Olur 9 çıxılsın 3p üstə gələ q bərabərdir 0. Tərəf-tərəfə çıxıram. 36-dan 9 çıxdıqda olur 27. 6p çıxılsın 3p. Yəni toplanır olur 9p. Q'lər getdi bərabərdir 0. Olur 9p bərabərdir 27 keçir sağ tərəfə -27. P də bərabərdir -27-ni 9-a böldükdə bərabər olur -3-ə. Deməli, P də bərabər oldu -3-ə. P -3 olandan sonra yuxarıda yerinə qoyub yazıram. 9 vurulsun. -3-ü -3-ə vuranda 9 üstə gəlir 9. Q bərabərdir 0. Q bərabər olur 9, 9, 18 çizdir sağ tərəfə olur -18. Deməli, Q məndə bərabər oldu -18-ə. Baxıram digərini M-i tapmağa. M-i tapanda yerinə bu dəfə bir dəfə -3, bir dəfə 7 qoyub 0-a bərabərləm. Çünki 0-adır. Yazıram modulda -3 çıxılsın M üstə gələ N bərabərdir 0. Bir dəfə də 7 qoyuram. 7 çıxılsın M üstə gələ N bərabərdir 0. Bunları tərəf-tərəfə çıxıram ki, məndə N-lər getsin. Ya da istəsəz 0-a bərabərdir. Zaten bərabərləşdirə də bilərsiniz. Onlar -3 çıxılsın N. Sonrasında çıxılsın 7 çıxılsın N bərabərdir 0. Bərabərləsəm modulda -3 çıxılsın N bərabərdir modulda 7 çıxılsın N. Biz də buranı 0-a çevirən, birinci modulu 0-a çevirən qiymət -3-dür. -3-dür. Ədəd oxundu burada. İkinci modulu 0-a çevirən qiymət isə 7-dir. Bu da burada. Bir dəfə -3-dən kiçik qiymət qoyacağıq. Bir dəfə 3-dən 7-dən arasında, bir dəfə də 7-dən böyük. Deməli, M düşünək ki, -3-dən kiçikdir. Görək bizə nəsə verir. M -3-dən kiçikdirsə, yəni buralarda bir yerdədir. Məsələn, -4-dür. -4. Birinci modul verir müsbət. -4 qoysam, ikinci modulda verir müsbət. Müsbət olduğu üçün moduldan olduğu kimi çıxardıram. Mənfi M-lər islah olunur. Olur -3 bərabər 7. -3 7-yə bərabər ola bilməz. Deməli, birinci şərt ödəmədi. İkinci şərtdə 3-ə 3 ilə 7 arasında, -3 ilə 7 arasında qiymət qoyuram. Məsələn, 0 qoyuram. 0 qoyuram, 0, 0. Birinci modul mənfi olur. İkinci modul müsbət olur. Birinci modulun qarşısında mənfi edib çıxardıram. Olur. 3 üstə gəlir M. İkinci modulu da olduğu kimi çıxardıram. M keçir sol tərəfə toplanır. Olur 2M. 3 7-dən çıxır. Olur 4. M də bərabərdir. 7 bölünsün 2, 2. M2 tapdım. -3 ilə 7 aralığındadırmı? Bəli, aralığındadır. Deməli, biri M-in bir qiyməti 2. Belə başqa qiyməti varmı? Deməli, burada bir dənə ödəyən oldu, 2 oldu. Bir dəfə də M-ə 7-dən böyük qiymət qoyuram. 7-dən böyük qiymət qoyanda, məsələn, 9 qoyuram. 9 qoyanda bura olur mənfi, 9 qoyanda burada olur mənfi. Deməli, hər iki modul mənfi olduğu üçün mənfi verib çıxardıram. Olur müsbət 3 üstə gələ müsbət M. Sağ tərəfdə də olur mənfi 7 üstə gələ müsbət M. Müsbət M-lər getdi. 3 -7-yə bərabər ola bilməz deyə 3-cü şərtdə ödəməli. M-in sadəcə 2 qiyməti var. -18-i də 2-yə vuranda bərabər olur. -36. Baxırıq 20-ci suala. Koordinat başlanğıcı və 3-cü rübdə yerləşir. Qrafiki koordinat başlanğıcı və 3-cü rübdə yerləşir. Koordinat başlanğıcında yerləşməsi o deməkdir ki, bu arada bu hər hansı bir ədəddir. Hər hansı bir ədəd. Koordinat başlanğıcı yerləşməsi o deməkdir ki, x-a 0 verəndə y da 0 alır. Mən x-a 0 verəndə bura full gedir 0-a. Qalır a kvadratı çıxılsın 64 bərabərdir 0. A kvadratı bərabərdir 64. A da bərabərdir 8 və ya -8. Bunun ikisindən biridir. Bu belə.
Eee, Sonra və mən üçüncü rübdə yerləşməsi deyir ki, üçüncü rübdə yerləşər. Baxaq, bu mən belə x, y. Üçüncü rübdə yerləşməsi mütləq belə yerləşə bilər. Kökaltının qrafikində düzdür. Üçüncü rübdə yerləşməsi. Üçüncü rübdə yerləşməsi. Baxın, deməli belə deyil, belədir. Bu deməkdir ki, zaten bizdə 8 qiyməti ödəmir. Deyə bilərəm. Deməli, biz x-a mənfi qiymət veririk, y-a mənfi qiymət alırıq. X-a mənfi qiymət veririk, x-a mənfi qiymət veririk, y-a da mənfi qiymət alırıq. 8 mənfi. Koordinat başlanğıcından keçməsi. Burada bir dənə problem nədir? Bayaq dedim. Images. Hı, niyə? Açdım, tamam. Kesin. Baxırıq 20-ci suala. Bizə deyir ki, funksiyasının qrafiki koordinat başlanğıcından və üçüncü rübdən. Koordinat başlanğıcından keçməsi o demək ki, 0 qoyanda 0 alıram. Zaten bura 0 olur, bura 0 olur. Hə, 0 alıram. Üçüncü rübdən keçməsi o deməkdir ki, mən x-a mənfi qiymətlər vermişəm. Yəni x kiçikdir 0. Və y-a da mənfi qiymətlər almışam. Yəni y kiçikdir 0. X-a mənfi qiymətlər vermişəm, y-a mənfi qiymətlər almışam. Yazıram funksiyamı. A kvadratı çıxılsın 64 kök altında. Burada da 3 çıxılsın ax. Baxaq. Bizdə bu kök altı hissə zaten müsbətdir. Bura zaten müsbət olmalıdır. Yəni 3 çıxılsın ax, 3 çıxılsın ax müsbət olmalıdır. Yəni böyük bərabərdir 0 olmalıdır. Həmçinin bizdə kök altı müsbət olduğu üçün axı mən y-a mənfi qiymət almışam. Bax, deməli məndə bu hissə müsbətdir. Çünki kök altıdır, müsbət olmalıdır və mən cavabda mənfi almışamsa, deməli birinci hissə də mənfi olmalıdır ki, mənfini müsbətə vuranda cavab mənfi versin. Ona görə a kvadratı, deməli, a-nın kvadratı çıxılsın 64-dən mütləq kiçik bərabərdir, 0 olmalıdır. İndi mən x-i mənfi düşünürəm. Yəni, mənfi düşünürəm deyəndə ki, şərtdə deyir ki, üçüncü rübdə yerləşir. Deməli, x mənfidir. Mən də x mənfi ədəddir deyə mən mənfiyə bölürəm. 3 çıxılsın a olur, kiçik bərabərdir 0. Baxıram. Mən də köklər a kvadratının yerində a-nın kökləri mənfi 8-də 8-dir. Kiçik bərabər 0 olduğu üçün olacaq mənfi 8 ilə 8 arasında. Mənfi 8 ilə 8 arasında 3 çıxılsın a olduğu üçün a-nı keçirdirəm sağ tərəfə və a böyük bərabər olur. 3-dən böyük edədilər. Yəni 3-dən müsbət sonsuzluğa.
Birinci şərtdə bunu almışam, ikinci şərtdə bunu almışam. İkisinin də ödəməsi üçün mən kəsmə yazmalıyam. İkisini də götürə bilmərəm. Məsələn, götürsəm tutaq ki 2, 2 deməkdə. Məsələn, götürsəm 3 çıxısına dedik mənfi olmalı ki, mənfi oranı müsbət olsun, düzdür? Mən tutaq ki, götürsəm buradan 1 yazsam, 3 çıxılsın 1 bizdə müsbət verir, amma mənfi olmalıdır. Ona görə kəsişmə götürməliyəm ki, ikisi də ortaq razılaşsınlar. Baxıram kəsişmələrinə. Bura mənfi 8-dir, bura 8-dir, ora 3-dür, burada müsbət sonsuzluqdur. Birincidə deyir ki, mənfi 8-dən 8-ə qədər, ikincidə deyir ki, 3-dən müsbət sonsuzluğa qədər. Kəsişmə sümbül olan hissədir. Yəni 3-dən 8 də daxil olmaqla. Ala biləcəyi qiymətlərin cəmi olacaq 4, üstə gələ 5, üstə gələ 6, üstə gələ 7, üstə gələ 8. Deməli 4 dən 5 9, üstünə 6 15, 15-in üstünə də 15-in üstünə də 15, bizdə verir 30. Baxaq görək 8 bizdə şərt ödəyirmi? 8 bizdə şərt ödəyirmi? 8-in kvadratı çıxaq 64. 8 bizdə şərti ödəmir. 8 niyə bizdə şərti ödəmir? Budur məsələ. Əgər mən yerinə 8 qoysam, olacaq 8-in kvadratı. Yəni bizdə funksiyada alınmamalıdır da, düzdür? Yəni funksiyada sadəcə x olmalıdır. A-nın kvadratı çıxılsın 60. Bu da olacaq kök altında 3 çıxılsın a x. 8 olsa əgər 8-in kvadratı çıxılsın 64. Olsun kök altında 3 çıxılsın 8 x. Bu y funksiyamda. Y funksiyam olacaq. Birinci hissə 0 vurulsun kökdə mənfi 5 x. Onda bu hasil y bərabər də 0 olur. Yəni y bərabər də 0 olur. Bizdə funksiya qalmır. Funksiya qalmır. Məndə funksiyanın 3-cü rübdə olması üçün mütləq kök burada qalmalıdır. Yəni qarşısında vuraq 0 olmaz. Ona görə məndə şərtdə ödəmir 8. Şərtdə ödəmir. Hətta biz çox yuxarıda bu qarşısındakı əmsalı 0-a bərabər yox, sadəcə kiçik 0 götürməliydik. Bizdə 8 ödəmir və 4, 5, 6, 7-nin cəmi olur 22. Yəni cavabı tapandan sonra təkrar oturub yoxlayın ki, görün şərti ödəyirmi, ödəmirmi? Alacağı qiymətlər, alabiləcəyi tam qiymətlərin cəmi 22-yə bərabərdir. Belə videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Hələlik növbəti izahlarda görüşənədək sağ olun.